Naxçıvanın, Ordubadın en güzel kəndində möhtəşəm də bir istirahət məkanı istifadəyə verilir bugün. Əvvəlcə Ordubadları təbrik edirəm və güman edirəm ki, Naxçıvanlılar bundan sonra bura daha çox gələcəklər. Xeyirli, uğurlu, düşərli olsun hər birinizə. Herkese hoş geldin deyirəm. Sağ olun ki, bizim bu xoş günümüzdə gəlib bizim yanımızda oldunuz. Sənnəb kəndinin bir Ağsaqqal nümayəndəsi kimi sizlərin hər birinizə xoş gəlmisiniz deyirəm. Azərbaycan qayəsi nur, mayəsi nur ki, hər daşından alov dilli ox ola bilər. Azərbaycan deyiləndə ayağa dur ki, ana yurdun ürəyinə toxuna bilər. Aramızda iştirak edir. Onları dəvət etmək istəyirəm bura və onların bir xoş gəldin mesajı olacaq özlərinə xas şəkildə. Ordubadlıların, Naxçıvanlıların və bura gələn turistlərin ixtiyarındadır. Allah xeyirli eləsin deyirik, Allah uğurlu eləsin deyirik. Qonaqlı qaralı olsun. İnşallah biz də yolumuz düşdükcə də burada istirahət edərik inşallah. Allah xeyir versin. Ordubada həmişə belə gözəl yerlərə, məkanlara açılışlar edir. Allah xeyir versin. Ordubadda vardı gözəl məkanımız, açıldı cənnət bağı cənnət kimi, açıldı cənnət bağı cənnət kimi. Yiyin üçün şənlənin bu məkanda, dadı daxdır qiyməti qeymət kimi. Gözəl yerdir istirahət etməyə, her zamanın xidməti xidmət kimi. Limonu ilə cevizi ilə, ləzzəti vardır ələ ləzzət kimi. Biz bu yerə gəlməmişik yenə belə, var şamonun hörməti hörmət kimi, var şamonun hörməti hörmət kimi. Ordubadda çox toyda olmuşam mən, millət olmayıbdı bu millət kimi. Şahban müəllim deyir bu restoranda, zaminəm keyfiyyətə keyfiyyət kimi. Öz aramızdır heyfdir bağ yeri, şəhərə qeydmək istəmirsən geri. Öz aramızdır heyfdir bağ yeri, şəhərə qeydmək istəmirsən geri.